Vaxtilə Tomir isə asi olan Kiri Fars adlandırdıq. Babəki satan Səhil Sumbata ermənidir dedik. Dədə Qorqudda yalıncıq gürcü çıxdı. Nadir Şahı Qacarı Səfərəli bəylər öldürür. Xuni xarab Fars deyirik. Şamiyanların kimliyi bəllidir. Vəzirova, Bambılı və Vəziryan dedik. Ramiz Mehdiyevdə Mehdid çıxdı. Xarici düşmən obrazı yaradaraq içimizdəkilər namərdləşdilər. 20-ci əsrin 90-cı illərində Qarabağ Savaşının ən qızğın çağında yüzlərlə əskər yaşlı vətəndaşımıza Rusiya qucaq açdı. Eyni qalan yaşıdlar şəhid və qazi olmaqda davam etdilər. Gələcək nazir və dövlət xadimləri şəhid olan bir ölkədə Ziya Məmmədov, Ramiz Mehdiyevlər sağ qalıb hakimiyyətə yiyələndilər. Qurd canavar cildində daraşdılar öz xalqının malına. Hərislikləri onları xainə, satqına çevirdi. Özgə yanında isti yer axtardılar. Girdilər, çıxa bilmədilər. Orada olan isə hələ də çoxdur.